como no hay otro igual, que me hizo comprender todo el bien, todo el mal. Anadan gəlmə görmə məhdudiyyətliyəm və valideynlərim bu barədə mənə çox dəstək olub və mən heç vaxtı öz məhdudiyyətliyimi hiss eləməmişəm və həqiqətən valideynlərin dəstəyi çox önəmlidir. Uşaqlıqdan musiqiyə çox böyük həvəsim var idi və 6 yaşımdan etibarən mən pianino çalmağa başlamışam. 16 yaşımda vokal dərsləri almağa başladım və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olundum. DOS İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə gəlməyimdə tanışlarımdan eşitdim bu barədə. Burada da mən artıq 2 ildən çoxdur ki, vokal dərslərini davam elətdirirəm. Bundan ziyadə mən burada başqa bacarıqlarını da kəşf elədim. Duruşuluq üzərində və bundan əlavə zərb alətində mən çalmağa başladım. Tədbirlərdə iştirak eləməyim mənim üçün çox böyük bir təcrübə qazandırır və çox xoşbəxtəm ki, mən buradayım. Təbii ki, burada yəni mənim dəstək olanlar çoxdur. Amma ən önəmli bir də insan özündən də çox şey asılıdır və mənim üçün məhdudiyyət həqiqətən bu uğurlarımı əldə etmək üçün heç bir əngəl deyil.